hissəci. Gəlin burada pentozaların vəziyyətinə baxaq. Pentozalar görək, pentozalar neçə rabitə yaradır? Hə? Pentozalar. Fikir verin. Birinci zəncirin başında olan pentozaya baxın. 1, 2, 3. Düzdür? Burada indi sualı müxtəlif cür verə bilər də. Məsələn, nukleotidlər arası verə bilər, nə bilim, общий molekulda verə bilər. Səsim getdi mənim. Hə. İndi baxaq. Neçə rabitə yaradır bu pentoza? 1, 2, 3. Düzdür? Düzdürmü? Buna baxaq. 1, 2, 3. Pentozadan söhbət gedir, ha. Buna baxaq. 1, 2, 3. Bax, bu ortofosfatı qarışdırmayın, ha, burayla buranı. İndi sonuncuya baxaq. 1, 2. Yalnız sonuncu pentoza 2 ədəd kovalent rabitə yaradır. Qalan başdakı və ortadakılar hamısı 3 dənə kovalent rabitə yaradır. Bir də göstərirəm. Başdakı pentozadır. 1, 2 özünün aşağıdakı ortofosfatla. Ortadakına bax. 1, 2, 3. 1, 2, 3. 1, 2. Всё. Aydındır. Bir dənə sonuncu 2 rabitə yaradır pentoza.